Sual-cavab videosuyla hamınız xoş gəlmisiniz. Səsim biraz qəribə çıxa bilər, normaldır. Sual-cavab çəkirik. Həyəcanlıyam. İlk vloqumdur çünki bu videomdur. Amma bundan sonra hər gün video gələcək. İlk sualımız, bu arada sualların hər biri verilmiş suallardır, yəni özümdən uydurmuram. Burada yerləşdirəcəm. İlk sualımız YouTube'a başlamaq sənə nə vadar etdi? Video çəkməyi həqiqətən çox sevirəm mən. Bilmirəm düzgün cavab verə biləcəm ya yox. Video çəkməyi həqiqətən mən çox sevirəm və öz-özümə də video çəkirəm. Sonra onu editləyirəm, amma paylaşmıram. İnsanlarda ən çox qiymətləndirdiyin xasiyyət nədir? İnsan olmağı. İnsan olmağı, sonra dürüstlüyü, yalan olmasın. Favori suallarımdan biridir. Uşaqlıq xəyalım nədir sualı. Açıqlamaq istəyirəm, amma açıqlamaq da istəmirəm. Göz nəzərə dəyərik. Ona görə açıqlamayacağam, amma uşaqlıq xəyalımı sizlərlə birlikdə reallaşdıracağam. Bunu bilin. Boş vaxtlarında nə etməyi sevirsən? Boş vaxtlarımda musiqi yazmaq sevirəm. Həmin yazdığım musiqiyə görə də koreoqrafilər qururam. Yəni dans. Belə. Həyatımda aldığım ən yaxşı məsləhət nə olub? Olmayıb. Linçləri necə qarşılayırsan? Əslində yaxşı qarşılayıram. Bir yandan da belə baxıram ki, o deyirlər qadın qadına dəstək olar. Ən çox yorum yazanlara baxıram, hamısı qadındır. Yəni dəstək olmaqdan daha çox köstək olurlar. Və bu mənə həqiqətən pis təsir edir. Yorumlar yox. Linçləri mən vecimə almıram. Cavab yazıram əksinə ki, baxma, bloka at falan filan. Pis təsir edir. Niyə ki, qadın qadına əslində dəstək olmalıdır, köstək yox. Qadın qadının düşmanıdır. Sözü hər keçən gün daha çox artır. Heç olub ki, linç olduğuna görə sosial şəbəkədən gedəsən ya da getmə düşüncəni olar. Olmayıb, olmayacaq da məncə. Çünki linç edilmişəm mən. Bu indi Instagram hesabımdan əvvəl mənim 3K-lıq bir dənə də hesabım var idi. Bir də bu hesabımla linç edilirəm, amma həqiqətən vecimə almıram. Əksinə demək ki, linç edilirəmsə bir şeylər başarıram doğrusundayım. Səni ən çox nə hissləndirir və ya nə motivasiya edir? Motivasiyadan daha çox disiplinə inanan biriyəm mən. Kamera qarşısında necəsənsə, arxa planda da necəsən, bunun arasında nə fərq var? Kamera qarşısında sakitəm. Belə sakit sizlərlə söhbət edə bilərəm, amma kamera arxasında əsəbi bir tipəm. Bir dənə fərq var, o da əsəbi olmağımdır. Bir də kamera qarşısında evdə necəyəmsə indi də eləyəm. Həyatımda ən yaxşı ki etmişəm dediyim ən böyük risk studiyaya getmək. Yaxşı ki eləmişəm, yaxşı ki eləyəcəm. İki ağlım olsaydı keçmişdəki özümə nə məsləhət verərdim? Verməzdim. Maraqlı suallardır. Verməzdim həqiqətən. Bu arada bu kropdur. Çox adam bunu gecəlik kimi görür, normal olaraq burasından dantel yerindən. Amma bu kropdur. Normal çölə geyinəcək bir kropdur. Video çəkəndə yaşadığım ən gülməli an nə olub? Olmayıb. Gələcəkdə hansı tip videolar çəkmək istəyirsən və ya hansı sahəyə keçid etmək istəyirsən? Yenə kamera qarşısında olacağam. Yenə hər gün məni görəcəksiniz. Gələcəkdə hansı tip videolar gələcək? Instagram storyimdə paylaşmışam cədvəli ki, belə videolar gələcək. İlhamın tükənəndə nə edirsən? Necə yenidən enerji toplayırsan? Mən özümə belə sözlər deyirəm ki, çox yaxşı olacaq. İndi yorula bilərsən, amma çox gözəl olacaq. Eləməlisən. Dinləyicilərdən aldığım ən qəribə şərh nə olub? Məsləhət verirlər mənə ki, davam elə, yaxşı olacaq. Amma belə görürəm, deyirəm, nə yaxşı, mənim yaxşılığımı istəyən biriləri var.
Mənim yaxşı olmağımı, mənim yüksək qalxmağımı istəyən biriləri var. Məni sevən biriləri var. Bu yorumu yazanda belə sevinməyə bilərsiniz, amma bu yorumu oxuyan həqiqətən sevinir. Sən yolda tanıyanda nə hiss edirsən? Heç kim məni yolda tanımayıb indiyə kimi. Səhər insansan, yoxsa gecə? Səhər insanıyam. Tək başına dünya səyahəti, yoxsa bir həftəlik dostlarınla səyahət? Tək başına. Planlı həyat, yoxsa spontan qərarlar? Ən böyük hədəfin nədir? YouTube'da ən böyük hədəfim qoyaram. Bilmirəm. Yoxdur amma belə hədəfim, istəyim. Mən ancaq Instagram adamıyam. Nəysə, videomuz bura qədər. Bay bay.